Salam uşaqlar, 4 bucaqların 3-cü bölməsini izah edəcəm. İlk sorudan başlayaq. Kvadratın tərəfi ilə diaqonal arasındakı bucağı istəyir. 45 dərəcədir bu. Baxın bir dənə. Deməli bu bizim kvadratımız, bu da bunun diaqonalı. Bu diaqonal tənbölən olduğuna görə 45-45 bölmüş olacaq. Üçüncü sualda ABCD kvadrat verib bizə və bu kvadratın ABCD belə, bu da belə. AM 2BM bərabərdir. AM 2BM, bura x isə bura 2x. Həmin dəqiqə biz burada 30 dərəcəni görməliyik. 30 dərəcədə bax, buranın düz bucaqdır axı. 30 dərəcəyə bucaq qəsəmi katin hipotenuzun yarısına bərabərdir. Tərəfimiz x kökdə 3'dür. Və bura 45 dərəcə deyil, uşaqlar, diaqonal yarıya bölür 90'ı. Onda bu da 15 olmalıdır ki, cəmi nə versin? 90 dərəcə versin. Perimetri 20 cm olan rombun, əvvəlcə romb P bərabərdir 4A olur. Bu da 20'ye bərabərdir, A da 5 olur. Və bura baxın indi. Rombu çəkirik belə. Tərəfi 5'dir. Kiçik diaqonalda kör bucaqdan çəkilən diaqonal olur, kiçik diaqonal. Və iti bucağında 60 verib. Avtomatik deyirsən ki, müəllim, bu bərabər yanlı 3 bucaqdır və təpə bucağı 60 isə onda yan tərəflərdə, yan bucaqlarda 60'dır. Onda bu bərabər tərəfli oldu və kiçik diaqonalla tərəfə bərabər olmuş oldu. Onun iti bucağını tapın. Eyni sualdır, buna baxın bir dənə. Yenə də A'mız 4 verib, H'ımız da 2,5 veribdir. İti bucağını tapacağız, tapacağıq. Biraz pis çəkdik. Belə. Bu belə. Bu da olsun. Üzr istəyirəm, 5 olar bu. 5. Bunu mən 5 kimi ötürdüm mü? Bəli. Tərəfimiz 5. Bu da 2 tamam. Bu tərəfimiz 5. Hündürlüyümüzdə 2,5. Yenə 30 dərəcə, 60 dərəcə söhbəti varmı? Var. Bir dənə mən bu hündürlüyü yaxşı çəkeyim. Kör bucaq tərəf. Belə buradan bura çəksə daha yaxşı göstərir. 5, 2,5, burada 30 üzr istəyirəm. İti bucağımız 30 dərəcə olmalıdır ki, və burada 60. 30'un qabağındakı 2,5'dir və hipotenuzun yarısına bərabərdir. Onun iti bucağı da belə 30 dərəcə. Cavab Y variantı. Rombun perimetri 40'dır. Tərəfi 10'da olacaq 10. Rombun hündürlüyünü tapın. 20. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun nəyinə bərabər? Şəkli çəksəz o dəqiqə görəcəksiniz. Bu bizim hündürlüyümüz olsun. Bura 30 dərəcədirsə qarşısındakı bunun yarısına. Perimetri 40'dır. 9'cu suala baxırıq. Perimetri 40 verib bizə. İti bucağı da 30'dur. 5. Cavab A variantı. İki kvadratın perimetrlərin nisbəti 1/3'dür. Böyük kvadratın tərəfi. Şimdi tərəfini istəyir. Bax. Kvadratın perimetrlərin nisbəti nə qədərdirsə, tərəflərin nisbəti də o qədərdir. İndi deyir ki, böyük kvadratın perimetri, kvadratın tərəfi 9'sa, onda kiçik kvadrat tərəfi x olsun da. 3x bərabərdir 9'a, x də bərabərdir 3'ə. İndi biz nə aldıq? Kvadratın tərəfini istədik, 3 aldıq. Və görə düzmü verir? 12 böl, bəli, 36 yenə də elə 3 tərəfi vermiş olacaq. Bax belə. Perimetr nisbəti tərəflərin nisbətinə bərabərdir. Perimetri 28 verib bizə. Bax, düz bucaqlının perimetri 28 verir. Tərəflərindən biri 8 isə, müəllim, tərəflərindən biri 8 isə, o biri olacaq 6. Deyilən, niyə? Perimetri 28 isə, iki tərəfinin cəmi 14 olar, olmaz? Olar. Bir dənə diaqonal çəkirik belə. 6, 8 olanda diaqonal nə olurdu? Pifagor teoremi görə 10 olurdu, olmurdu? Olurdu. Daha sonra getdi 14 fərqli sualda, qoy onu deyim. 14-cü sualda bizə deyir ki AM 5'dir. Bax, bura 5'dir. Və deyir ki, bucaq 1'in bucaq 2'yə nisbəti 4'ün 1'ə nisbəti. Bucaq 1 alfadır. Bura 45 dərəcədir. Fikir verin, bax. Əgər bizim buramız alfadırsa, düz verdi. Və deyir ki, 4'ün 1'ə, bucaq 2 də 4'ün 1'ədir. Bu da beta olsun. Tamam mı? Tamam. Və bizə nə deyir?
Burada 45 çıx beta olsun ki, fikir verin. Niye? Çünkü bu iki bucağın cəmi 45 derece olmalıdır ya yox? Bəli. Diagonal yarıya bölürük. Və bizə deyir ki, 4'ün 1'ə nisbətidir. Birinci biz belə yazmalıyıq da. Yazmalıyıq ki, alfa plus 45 minus beta bərabərdir 90 derece. Bir de deyirəm, bu bucağa, bu bura. Onda belə çıxır ki, alfa minus beta nəyə bərabərdir? 45 derece bərabərdir. Bak, qəşəng, bu yol qəşəng oldu. Biz indi alfamız 4K'dır. Alfa 1 ilə işarəm. Şimdi 4K'dan K'nı çıxan da 45'e bərabərdirsə, K'mız olur 15. Yəni bizim beta bucağımız olur 15. O beta bucağımız 15'dir. Buramız isə 30 derece olur. Bak, 45'ten 15 çıxanda 30 olur, olmur? Olur. Şimdi bizden MB'ni soruşur. 30 dereceli bucaq qarşıdakı katit pitonuzun nəyinə bərabərdir? Yarısına. İşte bunda 5'e. Kvadratın diagonalını bizə verib 7. Bak, bura 7'dir. Kvadratın tərəflərinin orta nöqtələrin arzu birləşməsində parça yaratdığı 4 ucalın. Ha, bak, kvadratın tərəfi 7'dirsə, orta nöqtələr budur, baba. Bak budur. Uşaqlar, sənə deyirəm. Bu orta nöqtə olduğuna görə diagonalın, baba, görürsünüz bunu? Bu diagonal 7'dir. Orta xətt üçbucaq da bu. Üçbucağın orta xətti oturacağın yarısına bərabər deyilmi? Bəli. Və hər bir tərəfi neçə olacaq? 3,5 olacaq. 4 dənə 3,5'in də hasili 14 santimetre, cevap A variantı olmuş olacaq. Perimetr 18 cm paralelogramın xarici oblasında olmaqla onun hədəf üzərində bir rom qurmuşdur. Bu romun perimetri tapın. Get quraq. Bu bizim olsun paralelogramımız. Bunlar da bizim olsun nəyimiz? Romlarımız. Yəni, belə bir şey quraq da, yəni. Bura A yazıram, bura B yazıram. Buna aid əvvəlki bölmədə də yazmışdıq. A, sonra bura B ise her bir tərəfi bərabərdir axı romların. B, B, B. Sonra A, B, B. Bu hamısını sizə göstərmək üçün belə yazdım. Deməli, bütün A'ları toplayaq. Yox, üzr istəyirəm. Bunlar A'dır. A. 8 dənə A'mız var, 8 dənə də B'miz var. 8'i sonra çıxardırıq. A plus B olur. Paralelogramın perimetri 18 ise A ilə B'nin cəmi 9 eləyər eləməz. Eləyər. 8'e 9 oranında 72 eləyəcək. Cavab B variantı. Gəl 18'də baxaq, bu da fərqli suala oxşuyur. ABCD rombunda deyil bizə. ABCD. Buradan bir dənə hündürlüyü indiriblər. Bir dənə də hündürlüyü belə indiriblər. F. Tamam. Bizə deyir ki, YP 2'dir. YP. Bura 2'dir. PF 9'dur. Ve. Ne deyir bizə? PF 9, MP de 4'tür. Aha. P'ni tapın deyir bizə. Qəşəng. Elə. Fikir versəniz, bunlar rombun hündürlükləridir də. Bu hündürlüyü biz buradan değil də buradan çəksək. Eyni şey olacaq mı? Olacaq. Bu hündürlüyü də biz buradan da çəksək eyni şey olacaq. Yəni hündürlüklər bərabər olduğuna görə bu da 7 olmuş olacaq. 7. 2 ilə 9'un cəmi 11 isə 4 ilə də 7'nin cəmi 11 verməlidir. ABCD rombunun ABCD rombunun B2 obyektlər təpəsindən keçən düz xətt AD tərəfini M nöqtəsində kəsir. ABM bir de MBC bura. Ha da bildiği de bura x ise bura 3x'dir. Belə işarətləyirik. Bucaqları belə işarətlədik. Özləri veriblər. 2AB 5AM 2AB yani AB 5K'dırsa AM 2K'dır. Bunu da bildik.
Ve ABD'nin de perimetrini baba bak. Görün ne güzel misal verirler. ABD'nin de perimetrini böyle seçtik. ABD'ni seçtik. Deyəsən ki, ay müəllim, rombun diaqonalı tənböləndir. Bizim bu B bucağımız 4x-dirsə, deməli bizim qırmızıdan yuxarı olan 2x olacaq. Aşağı da x olduğu üçün ortaya da x qalmalı ki, cəmi 3x versin də bu ikisinin cəmi 3x versin. Gördünüz? Və bu məntiq budur. Və tənbölən olduğuna görə biz bunu nə kimi yaza bilərik? Sonra bizə nə deyir? ABD'nin perimetri 35'dir deyir. ABD'nin perimetri. Bura bax. Tənbölən olduğuna görə. Deyə biləcək də. Bura x, bura A-dırsa, burada 5A nisbətində. Çünki tənbölənləri nisbətdə bölünür. Üz-üstəm. 5A 2 yap, belə. Və biz nə etməliyik biz indi burada? Olarsa BD-ni tapın deyir. Tamam. Tərəflə gedə bilərik mi? Məncə gedə bilərik də. 45 2x 2 tənbölən rolunu oynasın. Və 7K üzərinə 7A bura 2'dir. Bərabərdir 35'ə. A plus K bərabərdir 5'ə. A plus K'mız 5'dir. Burada nəyi səhv elədim? Bir də çox uzatdım bir misala. 5, 2 keçir. BD-ni tapın deyir bizə. Tənböləndən istifadə elədim. Bizə başqa heç nə verməyib ki, yox. Düz xətt. Kəsir. 1-in 3'ə 2 AB 5 ayımı ABD 35 olarsa. ABD 35'dir. ABD ya da A plus B'ni 5 tapdıq da. Sonra nə edəyik biz burada? Deməli A plus K'nı 5 tapdıq. Bizdən də BD-ni soruşur. Bizə A lazımdır. Bizə A lazımdır ki, biz onu tapa bilək. İndi baxın bura. Aslında sual asan sual, çətin sual deyil. 2K ilə 2A'nın cəmi elə 5K'ya bərabər deyilmi? Romdur bu. 5K bərabərdir 2K plus 2A'ya. Onda 2A bərabərdir 3K'ya. Tamam mı? 2A'mız 3K'ya bərabərdir. Və diqqətli olun. Gətirib 2A'nın yerinə 3K qoya bilərik də. Bu da əlbəttə ki. 2A'nın yerinə 3K qoysa, bax, K'nı tapaq, sonra yapar bir yerinə qoyaq, tapaq. 2A'nın yerinə 3K qoyduq. Yəni belə eləyək də. Və yaxud da ki, A'mızı 3Y, K'mıza 2Y deyək, oradan tapaq. Ən yaxşısı elə budur. Deməli, A harda A var yerinə 3Y qoyuram. Bax, A'nın yerinə 3Y qoyuram. K'nın yerinə 2Y qoyuram. Bərabər edirəm 5'ə. Buradan Y-i 1 tapandan sonra A'mız olur 3. A'mız 3 ise bizim BD'mizdə 5A'dır. 15 olur, olmur? Olur. Düz bucağın diaqonalları arasında son nədir burada? Düz bucaqlının diaqonalları arasındakı bucaqlardan biri 120 dərəcədir. Bu düz bucaqlıdır. Diaqonallarından arasındakı bucağın kör bucağı 120'dirsə, uşaqlar iti bucağımız 60'dır. Bunlar bərabər yanlı olduğu üçün bunların hər biri 60 dərəcə olmaq məcburiyyətindədir. 24'dürsə yarıya bölünür axı diaqonallar bərabər olur və yarıya bölünür. İki tərəfi də 12 olmuş olacaq. Bu qədər sadə. Sırf bucağının baxanda bilmək olur. Kör bucağı iti bucağından 5 dəfə böyük olan rombun. Əvvəlcə belə dedik. Kör bucağı iti bucağı ikisi də kör bucağı 5x-dir və cəmi 180 olmalıdır axı bir iti bucaqlı bir kör bucağı. İkisi 30 tapırıq. Deməli bizim iti bucağımız nə qədərdir? 30 dərəcədir. 30 dərəcədirsə, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Hündürlüyü 6 verir. Deməli tərəfimiz 12 olmayacaq, olacaq. 4 dənə də 12-nin cəmi nə verəcək? 48. 25-ci suala baxaq, sonra 24-də deyəcəm. 24-də deyərəm sizə. Bu MK-dır. Gətirib gör hara sallar bunu. MK B, C, A, D. Bucaq B, bucaq B'miz. Bu çətin gələcək, amma gələcək də. Bax, MB'nin yarısına bərabərdir. AM, MB'nin, bura x-dirsə, bura 2x-dir. Və eyni şəkildə bura x-dir, burada 2x-dir. Şimdi buradan buraya bir dənə paralel xətt çəkirik. İndi romda, fikirləşir ki, bu romdur da.
ve buranı 120 derece veribsə ve burada 120 derecedir. Paralel seçtim ona göre. Bu paralel xəttdir. Ve bize de MK'nı 2 kökdə 13 veribdir. Buraya 120 ise burada 60 olacaktı. Elbette ki bunu hamımız bilirik də. Və biz bizə nə istəyir? Və tərəfimizdə 3x'dir. Və bizim buramızda 3x'dir. Və gözləyin. Bura x'dirsə, baba işarətləyirəm. Bura x'dirsə, burada x'dir. Onda bizim buramızda x olmalıdır. Cəmi nə qədər versin bura? 2x versin. Hər tərəfimiz var. Kosinuslar terimi deyib, nə istəyir bizdən? Roman perimetri istəyir, dirəklikdə. Yazıram ki, 2 kök 13'ün kvadratı bərabərdir. Yəni 52 bərabərdir. Baba. 9x kvadratı, bak bunun kvadratı, üstə bunun kvadratı. Çıxsın 2 vur, 3x vur, x vur. Arasındakı buzaq kosinus 120 derece. Bir dəfəni yazıram. Kosinus 120 derece demək üstəgəl olacaq. Kosinus 60 2'də 1'ə. 10x kvadratı, bunlar da getdilər. 3x kvadratı. 13x kvadratı bərabərdir 52'ye. Buradan da 52'yi 13'e bölsən 4, 4'ten de 2 çıxır. X'imiz 2 olanda tərəfimiz 3x idi. 6 olur olmur tərəfimiz, bəli. Perimetrimizdə 4 vur 6, 24. 24 dedim. 24 dedim ama aslında düz dalıyla başladım ama 24'ü demiş oldum. 25'i deyək. Kvadrat verip bize A, D, C, B. Şuna bakın aslında bu sualı çok düşünelim uğraşmadan necə deyə bilərik. Bu da P olsun. Bunlar hamısı düz bucaqlardır. Şuna bura 45 derece değil mi? Bəli. Onda burada 45'dir. Hər tərəfi də harda şey görürüz 45 olacaq məcburən. Bura 45 ise bizim buramızda 45'dir. Buramızda 45'dir. Bura düz bucaqdır. Ha, indi baxaq. Bax, DC'nin 16'dır. Tərəf 16'dır. Və YP 3'dən YK'ya bərabərdir. Yəni YK x ise bura 3x'dir. Müəllim onda burada x'dir. Onda burada 3x'dir. Düz dediğim karşı tərəfə bərabər bırak. 4x yan tərəfi 16'ya bərabər eləyəndə x ne tapacaqsınız? 4. 4 getdi. Bu kadar sade. 27'də. OCD 60 derece. OCD bura 60 derecedir. Onda bura 30 derecedir. Bunu hamı bildiği. Onda burada 60 derecedir. Bunu bildiği. Onda burada 30 derecedir. Hamısını yola çıxırıq. 30-60 söhbət əmələ gələcək. Fikir verin. Və sonra məcburən nə olacaq? Bura 90 derecedir bu heç. Ondan sonra görək başımıza nə gələcək. Sonra məcburən bura 60 olur. Denən müəllim niyə? Sonra düz bucaqlının bunları yan tərəflər bərabərdir. Otacağa bir bucaq 60 ise deməli burada 60 olmalıdır. Düzdür. Burada deməli 30 olmalıdır ki, cəmi nə versin? 60 versin. Məcburən onda burada 60 qalır. Onda burada 120 olur. Diqqətlə baxsanız tam başa düşürsünüz. OY-ni bizə 4 verib. Bax, OY haradır? Bura. Bu qırmızı işarətdir. Bura bizə 4 verib. Bura 4 isə AC-ni istəyir. Hə, asaddır. Deməli. AC-ni istəyir. AC diaqonal istəyir. 30 dərəcəli 8, 16 olacaq da uşaqlar. 30 dereceli bucaq qarşısında kat edip hipotenuzun yarısına bərabər olmuyor. Burası 8 ise burada 8 olur. Cəmdə 16 derece. İki təpəsi tərəfi bunu da o dəfə əldə eləmişdik. İki təpəsi tərəfi 9 cm olan və digər iki təpəsi də burada yerləşsin. Və təqribən belə bir şeydir. Bax belə bir şeydir. O bir təpələr isə həmin kvadrat tərəflər üzərində yerləşən kvadratın diaqonalı istəyir. Müəllim, bura olacaq, bax bura. 9 köşdə 2 olmayacaq diaqonal. 3 hissəyə bölünür. Hardan gəlir? 45 dərəcə olduğuna görə bərabər yanlı olur. 3 dənə bərabər yanlı. Bunlar hamısı bərabər 45 dərəcə olan düz bucaqlı üst bucaqdır. Və bütün tərəfləri də içəridəkinin də bütün tərəfləri 3 köşdə 2 olacaq. Bax. Bizden ama bunun diagonalını soruşub. Diagonalını bak bunu soruşub. Bu da olacak 6. Niye? Çünkü kvadratın diagonalı köşede 2 dəfə ne olur? Elbette ki böyük olmuş olacaq. Böyük olmuş olur. Sonra getdi. 32'də. A, B, C, D,
Buradan böyle bir şey çəkiblər. Sonra mən baxmadan sizə bir dənə indidən hündürlüyü çəkim. Baba, çox qəşəng bir dənə hündürlüyü çəkirəm. Baba, hündürlüyü çəkdim. Bir çorbuzacaqlı 3 da xarici aşağı. CKD çorbuzacaqlı 3 da daxil. Məsələn, CH bir dənə hündürlüyü çəkirəm. Baxın. Buranı verib 3 kök 6. BAD-ni 60 verib. Bura 60-dırsa, onda bizim buramız 120-dir. Onda buramız da 60-dır. Düzdür. Burada olacaq 30 dərəcə. Bəli, bura qədər yaxşı gəldi. Ondan sonra onu da dedik. KCD-ni bura 15-dirsə, burada olacaq 45 dərəcədir. İndi bax gör nələrə deyib çıxacağıq biz. Və bizdən BC-ni soruşur. BC arada tərəfi soruşur, deyil mi? Tərəf soruşur. Bura bir dənə x yazıram. Bax, bura bir dənə x yazdım. Mən yaza bilərəm sinuslar teoremi ilə x-in sinus 45-ə, yəni kökdə 2 bölü 2 olan nisbəti 3 kök altda 6-nın sinus 120-yə kök altda 3 bölü 2 olan nisbətinə bərabərdir. Və bizdən o x-i tapdıq, qutardı getdi. Buradan da çarpaz vursaq, kökdə 3 bölü 2-ni x-ə vururuq. 3 kökdə 6-nı kökdə 2 bölü 2. Şolar 2-lər getdilər. Kökdə 3x bərabərdir 3 kökdə 12-yə. Hər tərəfi kökdə 3-ə bölsək, 3 vur 2, 6. Elə bu 4 qalır. Kökdə 3-dən 2 çıxır axı. Cavab 6. Tutar getdi, bizə niyə bunu soruşurdu? 33-cü baba bu eyni 33 sualını burada 24-də izah edib. Eyni sualı 2 dəfə salıblar. Yenə də eyni yerini saxlayıblar elə. Əvvəl də belə idi. 35-ci sualda birinci neyse 35-ci sualda düz bucaqlısında A, B, C, D da belə B-mi 4,8 verib bizə, MC-ni 6,4 verib bizə. Burada x olsun. Bu düz bucaqlı 3 bucaqdır. Müəllim, deməli biz nə demişdik? H kvadratı bərabərdir 6,4 vur x-ə. Buradan 4,8-in kvadratını tapırıq da. 4,8-in kvadratı 4,8 vur 4,8. 4,8 vur 4,8. 23 tam %4 bərabərdir 6,4 vur x-ə. 23 tam %4-də vuracağıq. Nəyə? H kvadratı m-in üstünü tapıram. Böləcəyik üstündən. Böləcəyik 6 tam onda 4-ə. Düşəcək 3 tam onda 6. X-imiz orada 3 tam onda 6. Və bizim buramız 3 tam onda 6. Yəni tərəfimiz neçə oldu? 10. Və tərəfimiz 10 oldu. Gördün? Tərəfimiz 10'dur. Və indi buradan da bu y-i tapaq. Müəllim, necə tapaq? 4,8 var, 3,6 var. Tapaq da. Deməli, 23 tam %4 üstünə yensin. 3,6 vur. Kvadratlar cəmidə 36. 6 çıxır. Və buramız 6'dır. Oysa buramız 10 deyil. Pifagor teoreminə görə 6'dırsa bura 8 olacaq da. 6 ilə də 8'i toplayırıq. 14, 28 olmuş olacaq. Rombun diagonallarının diagonallar 90 derəcə uzaq altı kəsişir. Kəsmə nöqtəsindən rombun tərəfinə çəkilmiş kəsmə nöqtəsindən rombun tərəfinə çəkilmiş perpendikulyar bax bu. Perpendikulyar və düzbucaqlı üçbucaqlı hündürlüyüdür. Fikir verin. Perpendikulyar 4K 5K nisbətində bölür. Rombun ikisi diagonalı 36/5. Oo, rombun ikisi diagonalı gözlə. Rombun ikisi diagonalı da budur. 18 kökdə 5 budur. Yarıya bölür axı. 18 kökdə 5 də budur. Qəşəng. Tamam, bunu da bildik. Bizə nə deyir? Bizə nə deyir ki? Böyük diagonalı tapın. Gəl biz onu belə eləyək də. Buna bir h deyək. H-ın kvadratı bərabərdir 4K vur 5K-ya. H-ın kvadratı bərabərdir 20K kvadratına. H də bərabərdir 2 kökdə 5K-ya. Baba, biz H-ı tapdıq. Bura 2 kökdə 5K-dır. Düzdürmü? Gəldi indi bundan da bunun kvadratlarını cəmi toplayaq və böyük diagonalın yarısını alaq. Bəli. 25K kvadratı ilə 2 kökdə 5'in kvadratı da 20 verəcək. Elə bil. 45 də kökdə 45. Kökdə 45 də uşaqlar 3 kökdə 5K deməkdir. Bax bunun yarısı. Onda burada 3 kökdə 5K olacaq. Düzdürmü?
Düz mü dedik? Düz dedi, aslında biraz yine K'nı tapmak lazımdır. K'nı tapmak için de bu kaçıncı sualdı? Biraz inşallah başa düşeceğiz. Bak buraya 2 tabanında 2 köşte 5 K'dı. Burada 4 K'dı. Burada 18 köşte 5'ti. 4K'nın kvadratı ile 2 köşte 5'in toplasaq bərabərdir 18 köşte 5'in kvadratına. Yani 324 vur 5'e. 1620'ye. Bu da 36K kvadratı bərabərdir 1620'ye. K kvadratı bərabərdir 1620'yi də bölürük 36'ya 45. K da bərabərdir 3 köşte 5'e. Bu ne qəşəng. Biz K'nı 3 köşte 5 tapdıq. İndi bax buranı da səhv hesabına aparmasaq. Bura oldu mu 6 köşte 5? Bayaq tapmışdıq. 6 köşte 5 K. 6 köşte 5 K'nı da vurursan K'nı 3 köşte 5 tapdıq. Cavab eləyir 90. Səhv getməsə bəli belə də olacaq. Cavab 90. 39-cu sualda bu da kvadratdır. A, B, C, D. Düzdürmü? A, B, C, D. Bu belə, bu belə, bu da belə veriblər. Bu da belə veriblər. MD'ni 14 köçdə 2, AK'nı 10 veriblər. Hansıda buzaqlar bərabər veriblər. ADM ilə alfadırsa, ADM ilə MDC. Ha, onda bu tənböləndə. Bu da alfa. Onda biz bunu axırda birləşdirə bilərik inşallah. Çünki ancaq tənböləndə buzaqlar yer verir. Onda 45-45 tutlar. Boy, onda burada 45'ti. Ve bize 14 köşte 2 verip oranı. AK'nı da 10 verip BK'nı isteyir. Tamam, bize göre nasıl tapabiliriz biz bunu. 45 ne diyorsun? Burada 90 değil. Burada 45'ti. Onda mecburen burada 45 olur. Tamam, burada kadar hazır oldu. Ve onda bura x ise bizim buramızda x değil. Burada x köşte 2'de. Gördün ne kişi gelecek? 45-45'e göre. Müəllim, tərəfimiz 10 plus x köşte 2'dir. Ve bunu da diagonal tərəfdən 2 dəfə böyük olur, köşte 2 dəfə. Bunu da köşte 2'ye vuranda 14 köşte 2 plus x'i alırıq, almırıq deyirəm. Sən alırıq. Çünki diagonal onda 2 dəfə böyük olur. Köşte 2 dəfə böyük olur. 10 köşte 2 üzerine 2x beraberdir 14 köşte 2 plus x'e. Bundan bu gelir x beraberdir 4 köşte 2'ye. Bizden de BK'nı istemirdik. 4 köşte 2 idi. X 4 köşte 6 tapdıq. 8 verəcək, verməyəcək. Verəcək. Sual getdi. Bir xəta baxaq, elə bu da arada qalmasın. A, B, C, D, A, C. Bir dənə də bu. Dememizde değil. BY bərabərdir DF. BY haradır? 4'tür. DF, DF. Bu da 4'tür. Aha. CY. Bu tarafı veriblər də 2'də. Bura 2 ise burada 2'dir. Aha. Sonra tangens AKF istəyir. AKF haradır? AKF. Bax bunu istəyir bizdən. Tamam da görə elə biz bunu tək tapa bilərik. Bizim tərəfimiz 6'dır. Demək olar ki, biz buradan belə başlayaq getməyə. Tərəfimizi 6 veriblər və bizdə də AC'miz 6 köşte 2 olacaq. Düzdür, bax buramız 6 köşte 2 olacaq. Mən şəkli biraz pis çəkmişəm. Əslində bu şəkil bir K biraz aşağıda olmalıdır və diagonallar kəsmək nöqtəsidir. Yəni bura 3 köşte 2 olacaqdır. Yəni belə deyim sizə. Aşağıda 3 köşte 2'dir. Ən gözəl, ideal yolu bizdə düz bucaqlı üst bucaq almalıyıq ki, tangens, kotangens, sinüs, kosinüs tapa bilək. Onun için mən nə edirəm? Buradan bir dənə hündürlük qaldırıram və buraya yazıram. Bura bax. Bura 2 isə 45 dərəcədir bura. Bu da burada 45 dərəcədir. Onda bizim buramız köşte 2 olacaqmı? Olacaq. Onda diagonal kəsmə nöqtəsi idi bura. Burada 2 köşte 2 olacaqmı? Olacaq. Gördünüz? Oldu. İndi bax, bizə tangens tapmaq üçün necə olur? K bucağı tangesini qarşıdakının bitişiyə olan nisbəti 2'də 1 və ya 0,5 deyə bilərik. Çox qəşəng sual oldu bu da. 41. Deməli, proqramın 1'ə həm daxilin çıxarını çevrilmiş olar. Simetri oxu yoxdur. Simetri oxu var. Diagonal perpendikular. 1'ə B variant simetri oxu yoxdur. Düz bucaqlının həm daxilinə yalnız xaricinə Y variantı 3'ə kvadratın 4 simetri oxu var. Diagonalları perpendikulardır.
və A variantı da uyğun gəlir. Yəni C nədir? 2 simmetrik var, bu düz bucaqlıdadır. 2-yə də C variantı. Qutardı getdi. 42-ci sualda kvadratın diaqonal uzunluğu 6 AB parçasında olarsa kvadratın diaqonalları da belə çəkək. Belə 1 balaca 2. Ne kadar kvadrat oldu? Bu 1 aşağıda şəkli düz quramıram. 1 2 yəni belə çəkə bilər. Nəsə belə bir şeydir. Kvadratın diaqonal uzunluğu 6 bunun uzunluğu 6 köşkdir bax bunun. Hər iki kvadrat bir-birlər cəmi tapın. Bax. Bura deməli belə eləyək də. Bura x-dir. Bax bura x köşkdə 2 olsun. Bura y köşkdə 2 olsun. Burada z köşkdə 2 olsun. Belə bir şey tapacaq. Onda bizim buramız hər iki kvadrat perimetrlər cəmi tapın. Abi parça üzərində olarsa. Hər iki kvadratın perimetrlər cəmini istəyir bizdən. Onda belə çıxır ki, bura x-dir. Bura y diagonal 2 dəfə böyük olur. Evet misal. Və bizim olur 4x'imiz, bax 4x, 4 üzüstən bu z-dir. Y-in z yazmalıyıq. Bura 4z-dir. 4x, 4y və 4z-in cəmi də bərabərdir. 4-ü çölə çıxarsaq x plus y plus z-ə bərabər. Düzdür, bunlar perimetrlər cəmi budur. İndi baxın, biz diaqonalları cəmi nə verib bizə? 6 verməyib mi? 6 köşdə 2. Hər tərəfin köşdə 2-yə bölsək, x, y, z-in cəmi yerinə 6 qoyub, cəmi də 24 alarıq mı? Bəli, ala bilərik. 43-cü sualda əslində bayaq həll elədik bunu. Eyni sualı bayaq həll elədik. Burada hardasa belə bir sual həll elədik. Ocağa görə. Baxın. Baxın burada. Eyni bu tipdə sualdır. 28 ilə 27 ilə eyni sualdır bu. Sonra getdik 44-cü suala. Bu deməli 44-də deyir ki, kvadratlar perimetrləri cəmi 24-dür. Birinci və dördüncü kvadratların perimetrləri cəmi 1 ilə 4, buna A deyək, buna B deyək. A ilə B-nin cəmi, ikinci və üçüncülərin x deyək, y deyək. X və y perimetrləri cəminə bərabərdir. Bunun cəmi buna bərabərdir. Aha. İkinci və üçüncü kvadratların diaqonalları cəmini tapın. Tamam, get tapaq. Deməli, bu 4A üzərinə 4B belə yaza bilərik. Yəni 4A plus ya da ki A plus B plus bunlar perimetrlərdir ya. A plus B plus x plus y bərabərdir 24-ə. Düz dedim, bəli. Elə perimetrlərdir ya, bunlar perimetrlərdir. Hamısının cəmi 24-dür. Və bizə deyir ki, ikinci və üçüncünü tapmaq üçün mən birinci ilə ikincini ləğv eləmək lazımdır. Bunu yerinə gətirib x plus y yazıram da, bərabərdir axı. Olur 2x plus 2y bərabərdir 24-ə. Onda ikinci və üçüncülərin perimetrlər nisbəti cəmi 12-yə bərabərdir. Bu da belə, düzdürmü? Və bizə görə nə deyir? Bizə deyir ki, kvadratın diaqonalları cəmini. Tamam. Bax, bunun perimetri x-dir. Bunun tərəfinə bir nə deyək? B deyək. İkinci budur. B deyək. Üçüncüdə də bir C deyək. Onda bu olur B köşkdə 2. Bu da olur C köşkdə 2. Düz dedim? Düz dedim. Və deməli, x-imiz də 4b-yə bərabər deyilmi? Perimetrdir bu. Y-imiz də 4c-yə bərabər deyilmi? Bəli. Müəllim, onda b plus c-imiz də nəyə bərabərdir? 3-ə bərabərdir. Düzdür, hətta 4b isə 4c 12-yə. Onda b ilə c-in cəmi də 3-ə bərabərdir. Və buradan da bizdən b köşkdə 2 üzərinə c köşkdə 2-ni istəyir. Köşkdə 2-ni çölə çıxartsaq, b ilə c-in cəmi 3 verirsə, cavab olacaq 3 köşkdə 2. Diqqətlə baxsanız, tam başa düşəcəksiniz nə demək istəyirəm. 45-46-da indi növbəti videoda izah edib qoyacağım. Çünki dərs başlayır. Sağ olun.